Durub hərə bir mikrofon götürür ki, mən jurnalistəm. Bu dəqiqə küçüyə çıxaq, orada dayanan 20 nəfərdən 15-i deyəcək ki, mən jurnalistəm. Hərənin əlində bir telefon, Pamazako oxşayan bir dənə, nə bilim, mikrofon. Jurnalistəm, jurnalistəm. Peşmansan küçüyə çıxarsan, o dəqiqə gəlir jurnalistəm, oradan çəkir. Bu birisi buradan çəkir, aidiyyatı olmayan adamlar. Nə qədər boş-boş adamlara cavab vermək olar. Bilirsiniz, əvvəllər ali məktəbdə jurnalistikanı oxuyan, bilikli, savadlı, imtahandan keçənlər jurnalist olurdu. İndi küçədən keçənlər jurnalist olur. Bir sual verirlər, bir cavab verirsən, düzdür? O cavabın başına o qədər oyunu açırlar ki. Doğrudur. 150 manata bir telefon, 5 manata bir dənə nömrə, bir dənə də səhifə də açır. Başlayır ki, özü jurnalist elan eləməyə. Şok, indi təzə xəbərlər eşidərsiniz. Filan kəs bunu dedi, filan kəs bunu dedi. Get qoyunu otar da. Niyə gedib kuxnuda qab yumursan? Bala sən kimsən? Alab deyək, Kirişkan filan saytın rəhbəriyəm. Mənim bu jurnalistikadan ən çox xoşuma gələn maşallah oğludur. O demirə mən jurnalistəm. Eləcə məni parodiya edir. Bax, sizin içinizdə də var. Heç orta məktəbin qırağını tutarmırlar. Bütün mətbuat konferanslarında ortadadılar. İkinci sualları burada verirlər, cavab verirsən, onlar üçün maraqlı deyil, cavab yaxşıdır, yapış deyil, akşam aparım, paylaşım, like yıqım. Necə? Sən də yönlü deyil.